Ümumiyyətlə maraqlı bir nüansa diqqət elədim. İnsan nə vaxt daha çox qınayır. Deməli, birincisi tək qalmağa başlayanda, eyni zamanda egosu artmağa başlayır və hər hansı bir nəticəni istəyir əldə eləsin ki, özünü sübut eləsin, ki, nəsə əldə eləsin. Yəni, ümumiyyətlə, şikayətlərin hamısı nə vaxt başlayır? Enerji ala bilməyəndə. Çünki enerji mübadiləsi yerində olanda və yaxud da ki, o enerjini hiss edə biliriksə, kimisə qıcıqlandırmağa və yaxud da ki, ondan enerji dartmağa ehtiyac qalmır. Ona görə də əgər insanın yaxşı kommunikasiyası varsa, enerji mübadiləsini düzgün şəkildə formalaşdıra bilibsə, onun enerji balansı normal olduğu üçün və ya hətta yaxşı olduğu üçün o daha az şikayət edir. Çünki məqsəd yönlü danışır, məqsəd yönlü davranır və enerjisi də həmişə yerində olur. Ona görə də şikayətsiz həyat üçün yaxşı hissiyat və yaxşı hissiyat bacarığı lazım.